Bolnisi Bələdiyyəsinin Faxralı bir nömrəli ictimai məktəbində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 75 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə ziyalılar, şagirdlər və məktəbin pedaqoji kollektivi iştirak ediblər. Mərasimdə məktəbin şagirdləri şairin qızıldan qiymətli kəlmə-kəlmə düzülmüş şeirlərini səsləndirib, aşıq havaları ifa olunub. Onların içində bir faxralar. Sazılı sözlü olub burada babalar, hələ açılmamış sirdi faxralar. Qurban olun qurbanına, qurban olun üstünə, qılınca dön həqiqətin, qabağına dön qeyrətin. Şuşa anlatsın Xocalı, qulluğu öz yanında, 77 yara var sinələrin damında, Vaqif, Şəmşir, Ələskər, düşmənin tapdağında, dağ yandırar intizarım, daş yandırar həsrətim, dur ayaqlarına nəfəsim, Məktəbin müəllimləri şairin yaradıcılıq yolu haqqında maraqlı çıxışlar ediblər. Çıxış edən digər ziyalılar da tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir məktəbin kollektivinin üzvünə təşəkkürlərini bildiriblər. Bugün hamının sevimlisi, halkın sevimlisi Zəlimxan Yaqubun 75 aradan olmasının 75 illiğidir. 2025 yılı. Zəlimxan Yaqub 1950-ci ildə Kəpənəçi kəndində anadan olmuşdur. Və orta təhsilini orada almış, sonra isə ali təhsilini Bakı şəhərində davam etdirmişdir. Zəlimxan həqiqətən vətən dərisidir, torpaq dərisidir, millət dərisidir. O millətinin bu gününü görürdü, o Türk dünyasının bu gününü görürdü. Ona görə ki, o haqdan ona deyilir. Təntiməyin, tələsməyin, çaşmayın, yerli yersiz həddinizi aşmayın. Qazan gəlib qaynamamış daşmayın. Qismətimiz səbir, dözüm olacaq. Bugün sabah dünya bizim olacaq. Bugün sabah dünya hüküm olacaq. Yani, bu mütəmadi illərimizdə Zəlimxana yaratılan ayıracağımız ildə 3 günümüz olur. Biri Zəlimxan Yaqubun doğum günü, 21 yanvar doğum günü və 9-u yanvar ölüm günü. Bir də onun adına Zəlimxan günləri deyilə bilərik. İnşallah nəsib olsun, borçalımız hər evdə, hər obada eləsinlər.